İlk olaraq fiqurların müəyyən bir qanuna uyğunluqla, ardıcıllıqla düzülmə forması var. İki cür istiqamət var. Biri saat əqrəbi istiqaməti, digəri isə saat əqrəbinin əksi istiqaməti. Baxın, bu gördüyümüz xətti saat əqrəbi istiqamətində burada bir addım yerin dəyişib burada yazıb. Sonra 1-2 addım yerin dəyişib burada yazıb. Sonra 1-2-3 addım yerin dəyişib burada yazıb. Növbəti 1-2-3-4 addım yerin dəyişib burada yazacaq. Hansı variant? Gözəl insan deyir ki, 5-cidə isə burada gördüyümüz element saat əqrəbinin əksi istiqamətində 1-2 addım yerin dəyişib buradadır. Yenə saat əqrəbinin əksi istiqamətində 1-2 addım yerin dəyişib buradadır. Yenə saat əqrəbinin əksi istiqamətində 1-2 addım yerin dəyişib buradadır. Saat əqrəbinin əksi istiqamətində 1-2 addım yerin dəyişib burada yox. Baxın, burada olmalı idi. Səhv olan 5-cidir. Birinci qutunu götürüb saat əqrəbinin əksi istiqamətində 45 dərəcə fırladıb. Bunu necə görək? Məsələn, bu məktub hissəsindən bir ox çəksəz daha aydın olar. Doğru deyirsiz, Səxavət bəy, variantıdır. Məsələn, bu gəlibsə bura, bu xətt. Saat əqrəbinin əksi istiqamətində 45 dərəcə fırladıb. Bu hissədə yenə məktub hissəsindən bir xətt çəksəm, ikincidən üçüncünü almaq üçün saat əqrəbi istiqamətində 90 dərəcə fırlatmalıdır. Üçüncüdən dördüncünü almaq üçün saat əqrəbinin əksi istiqamətində 45 dərəcə fırlatmalıdır. Alınacaq, baxın belə. Geriyə qaytarırsan ki. 4-dən 5-i almaq üçün nə edir? Yenə 2-dən 3-ə necə getmişdi? Saat əqrəbi istiqamətində 90 dərəcə fırladır. Burada bir qanuna uyğunluq var, ardıcıllıq var, onu tutmaq lazımdır. Saatın əksinə 45 dərəcə, saat əqrəbi istiqamətində 90 dərəcə. Saatın əksi 45 dərəcə, saat əqrəbi istiqamətində 90 dərəcə. Növbəti, saatın əksi 45 dərəcə olmalıdır. Burada gördüyümüz ox, saatın əksinə qaydanda bax bu formada olacaq. Yəni, məktub hissəsi də gəlib bu formada dayanmalıdır. Deməli, yoldaşlar, ümumiyyətlə fiqur suallarında bir qaydanı yadda saxlamaq lazımdır ki, fiqurda olan elementlərə tək-tək baxmaq lazımdır. Yəni, bir elementə baxırsansa, içərisində olan hansısa bir işarəyə, hansısa bir nöqtəyə baxırsansa, digər hissələrə baxma. Onun yerinin harada olduğunu tap ilk öncə. Bu dairəni götürür, saat əqrəbi istiqamətində bir addım yerin dəyişir. Yenə saat əqrəbi istiqamətində bir addım yerin dəyişir buradadır. Üçüncüdən dördüncüyə saat əqrəbi istiqamətində yerini dəyişsə sol tərəfə gedəcək. Saat əqrəbi istiqamətində bir addım yerini dəyişsə buradadırsa, yenə saat əqrəbi istiqamətində bir addım yerini dəyişəndə sağ tərəfdə olmalıdır və mütləq şəkildə fiqur suallarında variant çıxaraq işləmək lazımdır. İndi baxırsınız qara hissəyə. Qara hissədə qanuna uyğunluq necədir? Yerində qalıb, sonra isə saat əqrəbi istiqamətində bir addım yerini dəyişib. Üçüncüdən dördüncüyə yerində qalıb, sonra 4-dən 5-ə saat əqrəbi istiqamətində bir addım yerini dəyişib. 5-cidən 6-cıya yenə də yerində qalmalıdırsa A variantında yoxdur, Y variantında yoxdur. Doğru cavab D variantıdır. Deməli, birinci baxırsınız bu 3 bucaqdır, növbəti 4 bucaqdır, növbəti 5 bucaqdır. Növbəti olacaq 6 bucaqlı. 6 bucaqlıdırsa A variantı olmaz, C variantı olmaz və B variantı olmaz. Çünki 5 bucaqlı və 4 bucaqlıdır. Ya D, ya da Y variantıdır. İçəridə gördüyümüz hissəni 2 hissəyə bölüb, sonra 3 hissəyə bölüb, sonra 4 hissəyə bölüb. Növbəti 5 hissəyə böldüyü variantı götürmək lazımdır. Ona görə cavab D variantıdır. Deməli, tək-tək baxırsınız elementlərə. Yenə də plus çöldədir. Sonra düşüb içəriyə, sonra keçib qarşı tərəfə. Düşüb içəriyə, sonra qayıdıb əvvəlki yerə. Baxırıq ki, birincidə necədirsə, 5-cidə də eyni yerdədir plus. Demək ki, 1-cidən 2-ciyə necə gedibsə, 5-cidən 6-cıya da elə gedəcək. Yəni, plus içəriyə düşəcək. Onda A variantında burada olmalı idi, yoxdur. B variantında burada olmalı idi, yoxdur. D variantında burada olmalı idi, yoxdur. Y variantında aşağı hissədə olmalı idi, yoxdur. Cavab C variantıdır. Buradan çıxır. Ya da ki, belə də baxa bilərsiniz. Məsələn, ikinci şəkil gördünüz ki, burada deməli, birinci şəkil ilə 5-ci şəkil eynidirmi? Bəli. Onda ikinci şəkil ilə də 6-cı şəkil eyni olacaq. 3 ilə də 7 eyni olacaq. 4 ilə də 8 eyni olacaq bu formada. Elə ikinci şəklin eynisi 6-cıdırsa, gəlib ikinci şəkildə götürsə cavab çıxacaq. Qara hissə necə hərəkət eləyir? İçəridədir. Çıxır çölə, küncə. Sonra keçir qarşı tərəfə. Sonra çıxır küncə. Sonra keçirsə içəriyə,
İçəridən yenə çölə çıxacaq. Çünki birincidən ikinciyə gedəndə çölə çıxmışdı. Bir fiqur ardıcıllığı işləyiriksə, bir qanuna uyğunluq olmalıdır burada. Bir kvadrat, daha doğrusu düzbucaqlı, bir düzbucaqlı bir dairə, bir düzbucaqlı iki dairə, bir düzbucaqlı üç dairə. İndi düzbucaqlı var. Biz sadəcə hansını? Dairələrini götürməliyik. Bu tamamlama sualı deyil. Ardıcıllıq sualı olduğuna görə çoxdan aza getməlidir. Biz bu sualı tam aydın başa düşməyimiz üçün burada bir 48-ci sual var, ona baxmalıyıq. Burada hansı variant olacaq sizcə? -48-ə baxın. D variantı. Yəqin ki D olar da burada da. İndi məsələsi buradadır ki, cavab Y variantıdır, bəli. Çünki burada kvadratla başlayır. 1 kvadrat 1 dairə, 2 kvadrat 1 dairə, 3 kvadrat 1 dairə. İndi isə 4 kvadrat 1 dairə götürəcəyik. Çünki hər birində kvadratdan sonra dairə var. 2 kvadratdan sonra dairə var, 3 kvadratdan sonra dairə var. İndi 4 kvadratdan sonra mütləq dairəni götürmək lazımdır. Əgər mən D variantını götürsəydim, tamamlanmış olardı. Elə bil kvadratla başlayır, kvadratla bitir. Biz tamamlanma sualı işləmirik axı, ardıcıllıq işləyirik. Burada müəyyən bir qanuna uyğunluq olmalıdır. Yəni ardıcıllıq olmalıdır deyə bu sualla o sualın fərqi ondan ibarətdir ki, burada bir düzbucaqlı dairəsi yanında, bir düzbucaqlı 2 dairəsi yanında, düzbucaqlı ilə başlayır, 3 dairəsi yanında, indi düzbucaqlı ilə başlayır. Bunun dairələri olsaydı, müəyyən bir qanuna uyğunluq olardı. Məsələn, bu Y variantını götürsəydim, bu düzbucaqlı çöldə qalacaqdı. Gərək bunun Əla, B variantı. Gözəl insanlar. Deməli, burada birinci dairə yoxdur. Burada bir dənə dairə var. Burada 2 dənə dairə var. Növbəti, təbii ki, 3 dənə dairə olacaq. Nə var ki buna? Burada 4 olanları yerindəcə silirik, 2 olanı silirik. Ya B, ya da Y variantıdır. Baxın, buradakı, içərdəki hissə açıla-açıla gedir. Baxın, belə idi. Sonra açılıb belə. Ya da ki, istiqamət kimi baxa bilərsiniz. Məsələn, sağa doğru baxır. Aşağıya doğru baxır. Sola doğru baxır. İndi yuxarıya doğru baxmalıdır. Sola doğru baxsa bu təkrar olar. 3-cü ilə 4-cü. Y variantı olmaz. Yuxarıya doğru baxacaq. Sağa, aşağıya, sola, yuxarı. Elə bir sağa təqrəb istiqamətində fırlanma kimi də baxa bilərsiniz. Cavab B variantıdır. 37-ci sualda qanuna uyğunluq belə olacaq. Birinci sağ aşağı tərəfdə olan üçbucaq heç birində dəyişməyibsə, biz də onu dəyişə bilmərik. Yəni C və D variantında avtomatik silinməlidir. Diqqətlə baxırsınız. Məsələn, bu üçbucaq hissəsi nə edir? Düşür bir addım aşağı. Sonra bir addım da aşağıya düşür. Sonra keçir sağ tərəfə. Sonra nə etməlidir? Çarx olanın yerini gəlib tutmalıdır. Yəni, qara üçbucağın yuxarısına tutmalıdırsa, A variantında kvadrat ola bilməz. Ya B, ya da Y variantı olacaq. İndi qanuna uyğunluğu necədir? Baxın, bu kvadrat hissəsi düzbucaqlı. Nə edib? Lap əvvələ gəlib. Niyə bu üçbucağın yerini tutmayıb? Çünki üçbucaq yerini dəyişməyib. Qayıdıb əvvələ, sonra bir addım düşüb aşağıya, sonra bir addım da düşüb aşağıya, sonra nə edəcək? Keçəcək sağ tərəfə. Sağ tərəfə keçsə hansı variant? Y variantında sağ tərəfə keçib. Bu qanuna uyğunluğu başa düşməyimiz üçündür. Yox, əgər bir neçə saniyədə sualın cavabını düzgün tapmaq istəyirdinizsə, bu çarx bir addım sağa düşüb, aşağı düşüb, sonra sağ tərəfə keçib, sonra bir addım da aşağıya düşüb, üçbucağın yerini tuta bilərmi? Xeyr. Çünki üçbucaq yerini dəyişmirdi, qayıdacaq əvvələ. Çarx lap əvvələ qayıdacaqsa bircə dənə Y variantında var. Birincisi bu sualı məsələn belə yazmaq olar. Ağ hissələri birləşdirsək bir üçbucaq alınacaq. Baxın, ağ hissələri birləşdirsək bir üçbucaq alınacaq. Burada da ağ hissələri birləşdirsək. Burada bunun təpə nöqtəsi harda yerləşir? Burada, buradadır. Üçüncü şəkildə buradadır. Dördüncü şəkildə də aşağıdadır. Saha təqrəbinin əksi istiqamətində üçbucağı sanki fırladır. 45 dərəcə. Növbəti də gəlib burada olacaq. B variantı. Saatın əksini elə bil ki, bu təpə nöqtəsinə baxın, başa düşəcəksiniz. Hərəkətindən baxın. Saatın əksində 45 dərəcə fırladır. Ya da ki, bu suala belə baxmaq olar. Məsələn, birinci şəkildən ikinci şəkili necə alıb? Bura boşluq deyilə. Sağ təqrəbi istiqamətində bu dairəni atıb bura. Hansı dairəni keçiribsə yeri boş qalıb.
Saat əqrəbi istiqamətində amma. Məsələn, bura boşdur. Hansını keçirdəcəm? Sağ tərəfdəkin. Aytan xanım da bunu nəzərdə tuturdu. Deyir, bunun yeri boş qalacaq. Saat əqrəbi istiqamətində. Məsələn, bura boş deyilə, yuxarıdakını gətirəcəm. Niyə? Çünki saat əqrəbi istiqamətində gəlsə, bunun yeri boş qalacaq. İkinci şəkildən üçüncü şəklə baxaq. Bura boş deyilə, saat əqrəbi istiqamətində dəyişsək, bunun yeri boş qalacaq. X qoyduğumun. Bura boş deyilə, bu dairəni bura keçirsək, bunun yeri boş qalacaq. Sonra bura boş deyilə, bunu bura gətirsək, yeri boş qalacaq. Baxın, buradadır. Sonra üçüncüdən dördüncüyə baxaq. Neyniyir? Bura boşdursa, bunu keçirdir bura. Bunun yeri boş qalacaq. Sonra bura boşdursa, sağdakını keçirəcək. Saat əqrəbi istiqamətində keçirir, yerini dəyişir. Bura boşdursa, yuxarıdakını gətirəcək aşağı, yeri boş qalacaq. İndi biz növbəti dördüncüdən beşincini necə alacağıq? Özümüz seçəcəyik. Birincisi, bura boşdursa, dairəni bura keçirsək, bu x qoyduğum yer boşdur. Bura boşdursa, bu dairəni bura keçirsə, bunun yeri boşdur. X qoyduğum yer boş olacaq. Bura boşdursa, dairəni bura keçirsə, bu sağ tərəf boş qalacaq. 3 dənə x qoyduğum yer boş qalacaq. Hansı variant? Baxın, B variantı onun eynisidir. Gözəl insan deyir ki, ən içəridəki rombu götür. Yerində kənar hissəsinə baxın, ağ dairə var, o qalacaq. Ağ dairəni götür. Arxa tərəfdəki kvadrat qalacaq. Kvadratı götür. Arxa tərəfdə gördüyünüz ağ romb qalacaq. Ağ rombu götürsək, arxa tərəfdə gördüyümüz o qara lövhəsizə qalacaq. Yəni cavab B variantıdır. Gözəl insan deyir ki, burada bir qutudur. Qutunun birinci bu qapağını bağlayıb. Baxın, hansı bu düzbucaqlı formasında olduğuna görə bağlananda da elə üstü düzbucaqlı formasında düşüb. Sonra görürsünüz ki, sağ tərəfdəkini bağlayıb. Yəni 2 nömrəlini bağlayıb. Bu bir ardıcıllıq şəkli işlədiyimizə görə ardıcıllıq əmələ gətirməsi üçün bu çəkdiyim ox istiqamətində fırlanmalıdır, yəni bağlanmalıdır. İndi 3 nömrəlini bağlayacaq, sonra da ehtiyac olsaydı 4 nömrəlini bağlayardı. İndi 1 nömrəlini bağlayanda bu şəkil alınır. Hansı hissə bağlanıbsa üstü düzbucaqlıdır. Sonra sağ tərəfdəkini bağlayıb, baxın hansı hissəni bağlayıbsa üstü xəttsiz bir düzbucaqlıdır yəni. Sonra nə edəcək? Arxa tərəfdə gördüyümüz bax bu hissəni bağlayacaq. O hissə bağlansa sol tərəf açıq qalacaq demək ki. A variantı olmaz. B variantında sol tərəfi bağlayıblar olmaz. C, D, Y. C variantı ona görə olmaz ki, necə ki o birilərində bağlayanda üstü düzbucaqlı formasındaydısa, xətti yox idisə, C variantında da burada xətt ola bilməz. Y variantında da ümumiyyətlə fiqurun özü səhvdir. Niyə? Çünki sanki bu tərəfi bağlayıb, özdəki ora açıq qalıb. Belə bir şey ola bilərmi? Yox, çünki burada xətt ola bilməzdi. Bağlanan hissə üstü düzbucaqlı formasında olmalıdır deyə cavab D variantı. 1-2 aşağı düşür 2-2. C birincidirsə 2-dən aşağı düşəndə xətt qaradan qara olacaq. A olacaq. Sonra mən öncə saymadım da, arxasına baxmadım. Gördüm A var. Uyğun gəlir. Ona görə 1, 2, 3 eləyəndə B-yə düşdü. Daha doğrusu dördüncüdə elə C, A, D, B. Dördüncünü istəyir axı bizdən. 3 istəmir. 1, 2, 3, 4 bu düzdür. C, A, D, B. Beləncə səhvlərim çox oldu. Eyb yox. Baxın, deməli C birinci şəkil olmaq şərti ilə C-ni yazdıq. C-dən sonra baxın, siz dediniz ki, saat əqrəbi istiqamətində gedək. Bəlkə də saatın əksinə getmək istəyib. Hər iki ehtimalı yazacağam. Saat əqrəbi istiqamətində gedibsə, ən yaxın olanı 1, 2. İkinci addımında olan A-dır. Bundan sonra 1, ikinci addımında olan, burada olan D-dir. Ən yaxınında olan. D-dən sonra 1, ikinci addımında olan, baxın burada olan B-dir. B-dən sonra 1, ikinci addımında olan F-dir. F-dən sonra hansıdır o? 1, ikinci addımında olan Y-dir. Gözəl insan doğru deyir də. 1, 2, 3, 4-cü şəkil B. Onda düz demişəm də. Düz deyirsiniz. Bəs birdən saatın əksinə getsəydi, C ilə başladıq. Saatın əksinə getsəydi, buna ən yaxın olanı 1, 2-dir. Yəni burada olan Y o gələcək. Y-dən sonra 1, ikinci hansıdır? F-dir. F-dən sonra 1, ikinci hansıdır? B-dir. B-dən sonra 1, ikinci hansıdır? D-dir. D-dən sonra 1, ikinci hansıdır? A-dır. A-dan sonra da yenə C gəlir. Əvvəldən saysaq 1, 2, 3, 4-cü yenə də B olacaq. Hər variantda B-dir. Biz ardıcıllığın nə formada olmasını bilməliyik ki, yəni burada 1 kvadrat bir dairədir, 2 kvadrat bir dairədir, 3 kvadrat bir dairədir. İndi necə olmalıdır? 4 kvadrat bir dairə. Ardıcıllığı pozan
hansı şəkildir? Burada qara düzbucaqlı, ağ düzbucaqlı, qara düzbucaqlı, ağ düzbucaqlı, qara düzbucaqlı, ağ düzbucaqlı olsaydı müəyyən bir ardıcıllıq gedərdi. Üçüncüdə bunu ağ rəng veriblər. Əgər o qara rəng olsaydı, onda qanuna uyğunluq doğru olmuş olar. A bəndidir, bəli. Çünki saat əqrəbi istiqamətində 60 dərəcə dönəndə bu gördüyümüz M saat əqrəbi istiqamətində 60 dərəcə dönəndə yuxarıya gələcək. M gələcək bura. M-dən sonra K gəlir saat əqrəbi istiqamətində. K-dan sonra L gəlir. Bir də biz saat əqrəbi istiqamətində 60 dərəcə çevirsək, yuxarıda gördüyümüz M gəlib sağ tərəfə düşəcək. M-dən sonra saat əqrəbi istiqamətində K gəlir. Bir dənə onsuz L hərfini yazmamışam. K-dan sonra da L gəlir. Biz bir də saat əqrəbi istiqamətində 60 dərəcə çevirsək, sol tərəfdə gördüyümüz L həqiqətən yuxarı mı gəlib? Bəli. L-dan sonra saat əqrəbi istiqamətində M gəlməlidir. Saat əqrəbi istiqamətində. Bir dənə qalır K. Biz bir də saat əqrəbi istiqamətində 60 dərəcə çevirsək, yuxarıda gördüyümüz L sağ tərəfə düşəcək. L-dan sonra saat əqrəbi istiqamətində M gəlir. Bir dənə K-nı yazmamışam. Saat əqrəbi istiqamətində 60 dərəcə fırladanda sol tərəfdəki K yuxarıya gələcək. K-dan sonra L gəlir, L-dan sonra da M gəlir. 3 dənə bilmədiyimiz hərf hansıdır? K-dır, M-dir, L-dir. Doğru cavab A variantıdır. Deməli, bu suala hər dəfəsində X-i özündən sonraya yazır da əvvəldən silir. Buna görə belə bir qanuna uyğunluq demək olarmı ki, məsələn, bu suala bir ilan kimi baxsaq, ilan suala kimi baxsaq, bunun ox hissəsi, burun hissəsi keçir qabağa, quyruğu da arxasıca gəlir. Baxın, buradan silinir, sanki. Burun hissəsinə isə qabaq tərəfə yazılır, yəni. Bir də hərəkət etsə saat əqrəbi istiqamətində quyruğu bir addım silinəcək, burnu bir addım aşağıya düşəcək. Saat əqrəbi istiqamətində çevrilsə, baxın, gələcək bura. İndi növbəti necə olacaq? Növbəti burun hissəsi bir addım keçəcək qabağa, quyruğu arxasıca gəlir. Burun hissəsi gedəcək yuxarıya, 4 kvadratı əhatə eləməlidir. Bunu görürük. Bir də hərəkət etdirilsə bu formada olacaq. Növbəti hərəkət bu formada olacaq. Növbəti dəfə hərəkət etsə artıq yenə bu 4 kvadratı əhatə eləyəcək. Bir də növbəti 4 kvadratı əhatə edər. Neçənci şəkil? 5, 6, 7, 8, 9, 10-cu şəkil 4-cü şəklin eynisidir. Bunu tapa bilərsiniz. Amma Bu 7-cini tapsaq bəs edir də. ay sağ ol. Mən də onu demək istəyirəm. Birincini tapandan sonra 8, 9, 10 qoyursun. Əla. 7-ci şəkilə qədər gələndə siz görürsünüz ki, 7-ci şəkil 1-ci şəklin eynisidir. Əgər 1 ilə 7 eynidirsə, deməli 2 ilə də 8 eyni imiş. 3 ilə 9 eyni imiş, 4 ilə də 10 eyni imiş. Məsələn, soruşsa ki, nöqtə, adətən riyaziyyatda belə suallar verir. Deyir, 99-cu ilə neçənci eynidir? Görürsünüz ki, hər dəfəsində üstünə 6 gəlib. Baxın, deməli biz də 99-un üstünə 6 gəlib 105. Birincidə saat neçədir? Saat 10-a 25 dəqiqə işləyib. 09, 25-dir. İkincidə neçədir? 2-yə qalıb 20 dəqiqə. Yəni saat 13:40-ı göstərir. Üçüncü şəkildə deməli 12-yə 5 dəqiqə işləyib. 11:05 imiş saat. Dördüncüdə saat 3-ə 25 dəqiqə qalıb. 14:35 imiş saat. Burada 5-ə 10 dəqiqə qalıb. Yəni 16:50 imiş saat. Bizdən soruşur ki, yuxarıdakı şəkillərin ardıcıllıq yaratması üçün hansı şəkillərin yerinin dəyişdirilməsi lazımdır? Bu səhər saatını göstərir. Növbəti əgər 3-cü 11:05, sonra 13:40 gəlsəydi, sonra 14:35, sonra 16:50 gələrdi. Qanuna uyğunluq səhərdən axşama doğru saat sıralanmış olardı. Sadə sualda. Birinci 3 gəlsin, sonra 2 gəlsin. Yəni 2 ilə 3-ün yerini dəyişmək lazımdır. Burada gördüyümüz üçbucaq hissəsi bir addım aşağıya düşüb, gəlib bura. Sonra bir addım da aşağı düşüb bura gələrdi. Baxın bu hissədə. Növbətçisi bizdən 3-cü şəkil istəyir. Növbətçisində isə gəlib aşağıya düşərdi.
Biz burada baxın bu hissədə olanı götürməliyik. A variantı olmaz çünki sağ tərəfi ağ rəng verilib. C variantı olmaz çünki sol tərəfi ağ rəng verilib. 2 variant getdi. Ümumiyyətlə bu cür sualları variant çıxaraq işləməsəz sizin üçün çətin olar. İndi baxırsınız sol tərəfdəki balaca düzbucaqlı üçbucağa bir addım yuxarı qalxıb. Sonra bir addım da yuxarı qalxıb bura gələrdi. Hansı variant? Məsələn B variantı olmaz. Niyə? Çünki o hissədə yoxdur. Ya D ya da Y variantıdır. Sonra baxırsınız buradakı düzbucaqlıya. Bu bir addım yuxarı qalxıb bura gəlibsə, növbəti bir addım da yuxarı qalxıb baxın bu hissədə olacaq. Bu hissədə olacaqsa bu D variantında həmin hissəni ağ rəng veriblər. Demək ki, cavab Y variantıdır. Elementlərin hər birinə tək-tək baxmaq olar, amma məsələn bir dənə bu dairəyə baxanda cavab çıxar. Niyə? Çünki bunun qarası yuxarıdadır, sonra sağ tərəfdədir. Demək ki, saat əqrəbi istiqamətində 90 dərəcə fırladıb. Bir də saat əqrəbi istiqamətində 90 dərəcə fırlatsa qara aşağıdadır, soldadır, sonra nə olacaq? Qara hissəsi yuxarıda olmalıdır. A variantında solda da olmaz, B variantında aşağıda da olmaz, C variantı aşağıda da olmaz, Y variantı sol tərəfdə də olmaz. Yuxarıda olan variantı götürməliyik. Cavab D variantı. Yəni bu fiqurun elementləri ilə işləmək sizdə imtahan sürətinizi daha da, imtahanda işləmə qabiliyyətinizi artıracaq, yəni sürətinizi artıracaq. Bəs nə edib o biri fiqurları? Üçbucağı solda verib, sonra aşağıda verib, sonra sağ tərəfdə verib, sonra yuxarıda fiqurlar var deyə yuxarıda yox, yenidən sol tərəfdə verib. Bəs nə edəcək? Birinci şəkildən ikinci şəkilə aşağıya keçmişdirsə, 4-dən 5-ə keçəndə də aşağıda verməlidirsə, B və A variantı olmaz. Baxırsınız, içəridəki qara hissə saat əqrəbi istiqamətində yerini dəyişir, gəlir bura. Sonra bir addım gəlir bura, sonra bir addım düşür aşağı. İndi harada olmalıdır? Sol tərəfdə olmalıdır. Sol tərəfdə olmalıdırsa, baxın, Y variantı olmaz. Ya C ya da D variantıdır. İndi digər elementlərə baxsaq, məsələn, bura baxsaq, qarası sağdadır, aşağıdadır, soldadır, yuxarıdadır. Saat əqrəbi istiqamətində 90 dərəcə fırladır. Qarası ən son yuxarıdaydısa, bu dəfə sağ tərəfdə olmalıdır. Deməli, hər iki variant da sağ tərəfdədir. Ümumiyyətlə, bu cür suallarda fərqli hissələrə baxsaq daha yaxşı olar. Qarası aşağıdadır, soldadır, yuxarıdadır, sağdadır. Növbəti də aşağıda olan variant yenə də D-nin üstünə gəlib çıxacaqsınız.